Selamun Aleyküm Rahmetullah. Yadıma bir hədis düşdü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Kun fid dünya kəənnəkə qaribun av abiru səbil. Bu dünyada bir qərib kimi, yəni bir qonaq kimi və yaxud yoldan keçən bir şəxs kimi ol. Həqiqətən dünya həyatı belədir. Dünya həyatında əbədi qalmaq mümkün deyil. Biz bu dünyanın qonaqlarıyıq. Necə ki, Allah buyurur, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Həqiqətən dünya həyatı aldanışdan başqa bir şey deyil. Bu dünya həyatı müvəqqətidir, keçicidir. Yəni bu həyatda əbədi qalmaq, əbədi yaşamaq mümkün deyil. Yəni, bir vaxt gələcək, bu dünyadan köçüb gedəcəksən. Ona görə də bu dünyaya çox bel bağlama. Bu dünyada bir qərib kimi ol, bir qonaq kimi ol.